Deməli 29 yaşlı xanım pasiyent bizə müraciət edibdi. Müraciət edərkən ilk şikayətləri burun tənəffüsü çətinliyindən idi. Endoskopik müayinə zamanı kəskin çəpər əyriliyini aşkara çıxartdıq. Hətta görüntü olaraq da çəpərin uc hissəsinin oturacağı yerdən sola tərəf meyl etməsini görürük. Eyni zamanda xarici burun deformasiyası mövcuddur. Pasiyent daha təbii bir burun istəyir. İşte bu qəlbinq olduğumuz radiksi yerindədir. Bizim ən narahat məqam budur. Burnun başlanğıc nöqtəsi çox önəmli. Burası hündür olduğu zaman bunu düşürtməyə çətinlik çəkirik. Çünki alın sümüyü və göz yaşı sümüyü ilə qonşu olduğu üçün travmatik problemlər yarada bilərik. Ona görə radiks okeydir, amma burun hündürlüyü var. Bu hündürlük aradan qalxacaq. Projeksiyon dediyimiz hündürdür, bunu bir balaca düşürtməyə çalışırıq. Və xəstə çox da belə qalxıq burun arzusunda deyil. Ona görə sadəcə bir 1 millim dəstək verməyə çalışacağıq. Və ən əsas məqamlardan biri dəliklərin asimetri olmasıdır. Göründüyü kimi bu dəlik daha genişdir. Bu dəlik daha balacadır. Bunun da səbəbi burada gördüyünüz çəpərdir, burun çəpəridir. Çıxıq var, antralnazal spindan qopub. Bunu yerinə oturtdurduqmu, o zaman simmetriyanı sağlayacaq. Bir də burada kollaps var. Hansı ki, bu bilmirəm görüntüdə görünürmü yoxsa yox. Kollaps burun qanadlarının boş olması və düşməsidir. Nəfəs aldığı zaman bunlar qapanır. Ona görə bu qanadlara da rim greflər dediyimiz dəstək grefləri qoyacaq ki, qanad daha dəstəkli olsun və nəfəs almada hər hansı bir sıxıntı yaşamasın xəstə. Əməliyyatımız bitdi. Deyilən bütün manevralar icra olundu. Burun beli düşürdüldü, göründüyü kimi radiks yerində saxlanıldı. Burun ucu pasiyentin istəyinə görə çox da rotasiya verilmədi, yəni çox da qalxıq olunmadı. Daha təbii halında oldu. Eyni zamanda keçidlərin təbii olmasını istirdi pasiyent. Ona görə yumşaq toxuma ilə burun ucunu formalaşdırdı. Dəliklərdə dediyimiz kimi qanadların dəstəksiz idi. Buralara rim greflər dəstəkləndi. Rim greflərlə və planlandığı kimi qapalı olaraq əməliyyatımız sonlandırıldı.